üzvə sahibdir və siyasi qərarlara ciddi təsir edə bilirlər. Onların bir hissəsi inanır ki, dünya müəyyən bir son mərhələyə doğru gedir. Onların inancına görə Orta Şərqdə baş verən böyük qarşıdurmalar gələcəkdə baş verəcək böyük hadisələrin bir hissəsi ola bilər. Bu səbəbdən ABŞ-ın Orta Şərq siyasəti bəzən sadəcə siyasi deyil, həm də ideoloji və dini faktorlarla əlaqələndirilir. Digər tərəfdən, mason təşkilatları və qapalı elit qruplar haqqında iddialar da yüz illərdir mövcuddur. Bu təşkilatlar həqiqətən mövcuddur. Onların üzvləri arasında tarix boyu siyasətçilər, generallar və güclü şəxslər olub. Amma bu təşkilatların dünyanı gizli şəkildə idarə etdiyini sübut edən açıq və qəti dəlil yoxdur. Buna baxmayaraq bəzi insanlar inanır ki, dünya siyasəti sadəcə görünən liderlər tərəfindən idarə edilmir. Onların fikrincə daha böyük güc strukturları kölgədən təsir edir. Bu güc mübarizəsində müharibələr, iqtisadi böhranlar və siyasi qalmaqallar təsir vasitəsinə çevrilə bilər. Tarix göstərir ki, güc uğrunda mübarizə bəzən görünəndən daha mürəkkəb olur. Bəzi qərarlar sadəcə bir prezidentin qərarı deyil. Bu qərarlar çox böyük güc balansının nəticəsi olur. Epstein hadisəsinin qlobal qalmaqalların və böyük müharibələrin arxasında nə olduğu barədə müxtəlif fikirlər var. Bəziləri bunu sadəcə siyasi və iqtisadi maraqlar kimi görür, digərləri isə bunun daha böyük və daha dərin güc mübarizəsinin bir hissəsi olduğunu düşünür. Həqiqət isə budur. Dünya siyasəti görünəndən daha mürəkkəbdir və bəzən ən böyük güc görünməyən gücdür. Dostlar, videonu bəyəndinizsə kanalımıza abunə olmağı və videonu bəyənməyi unutmayın. Sağ olun, Allah amanında qalın.